Salam dostlar, bugün Bəqərə surəsinin 21 və 25-ci ayələrini oxuyacağıq. Davam edək. Demək, O humanity, worship your Lord. Ey insanlıq, Rəbbinizə ibadət edin. Who created you and those before you. Kim ki sizi yarattı və those, o kəsləri ki sizdən qabaq da yarattı. Before you. So that you may become və nə olasınız siz mindful of him. Onun bilincində olasınız, yəni uca Rəbbinizin. Bunlar da ayələrin nömrəsidir. 21, 22, 23. He is the one, o varlıqdır ki, who has made the earth a place of settlement. Yəni yer kürəsini yerləşim alanı, məkanı etdi. For you, sizin üçün. And the sky a canopy. Və səmanı isə örtük halına gətirdi. And sends down rain from the sky. Və səmadan göndərir aşağı doğru yağışı. Causing fruits to grow as a provision for you. Yəni sizin üçün qida təminatı olaraq meyvələrin yetişməsinə səbəb olaraq. So do not knowingly set up equals to Allah in worship. Beləliklə, bilərəkdən knowingly set up equals, yəni ortaq qoşmayın. To Allah in worship. İbadətdə Allaha. And if you are in doubt about what we have revealed to our servant. Və əgər siz şübhə içindəsinizsə, nə haqqında? What we have revealed to our servant. Yəni what we have revealed. Biz nə nazil eləmişik? To our servant, öz qulumuza, servant. Then produce a surah like it. Əgər belə bir şübhəniz varsa, o zaman ortaya çıxardın, produce. Nə ortaya çıxardın? A surah, bir surə ortaya çıxardın. Like it, yəni buna oxşar. And call your helpers və öz yardımçılarınızı da çağırın. Other than Allah, yəni Allahdan başqa yardımçılarınızı çağırın. If what you say is true, əgər dediyiniz o hər nəsə doğrudursa, əgər dediyiniz şeylər doğrudursa. But if you are unable to do so, lakin əgər belə bir şey etmək gücündə deyilsinizsə, unable, yəni bacara bilməyəcəksinizsə, and you will never be able to do so, və belə bir şeydə heç vaxt bacara bilməyəcəksiniz, then fear the fire fueled with people and stones. O zaman yanacağı insanlardan və daşlardan ibarət olan alovdan, oddan fear, qorxun. Which is prepared for the disbelievers. Hansı ki, inanmayanlar, kafirlər üçün hazırlanmışdır. Give good news, O prophet, to those. Ver o yaxşı xəbəri, ya Məhəmməd. O, ya deməkdir. Ya, ey, babucur. Ya Məhəmməd, o kəslərə ver ki, o xəbəri, yaxşı xəbəri, good news. Who believe and do good. Kim ki inanır və yaxşı işlər görür. That they will have gardens under which rivers flow. Onlar bağlar, bağçalar əldə eləyəcək. O bağçaların altından ki çaylar axır. Whenever provided with fruit. Nə zaman ki meyvə ilə təchiz, təmin olunanda they will say, onlar deyəcək. This is what we were given before. Bu əvvəl bizə verilən bir şeydir. Yəni dünyadaykən. For they will be served fruit that looks similar. Çünki onlara verilən meyvələr, servis edilən, yəni verilən meyvələr that looks similar. Oxşardır, yəni. Yəni onlara tanış gələcək. But tastes different. Ancaq fərqli bir dada malikdir. Yəni daha da gözəl dada malikdir. They will have pure spouses
They will have pure spouses. Onların saf, pak eşləri, yəni həyat yoldaşları olacaq. And they will be there forever. Və onlar orada həmişəlik qalacaqlar, olacaqlar.